Restoran açarkən 3 əsas addım. İlk öncə peşəkar şefin məsləhəti. 2. Mətbəxin layihələndirilməsi zamanı professional texnoloqa həvalə edilməlidir. 3. Düzgün mətbəx avadanlığının seçimi. Niyə restoran açan şəxs öncədən şef-pover tapmalıdır? Çünki mətbəx qurulan zaman texnoloq və şef birlikdə həmən mətbəxin yəni quruluşunu birlikdə eləyirlər. Mütləq şəkildə şef olmalıdır və texnoloq olmalıdır. Onun üçün məsləhət görürəm ki, mütləq əgər bir qərar verildisə ki, restoran açılsın, yer tapıldı, harda açılır. İkinci növbədə siz artıq bəlli eləməlisiniz ki, sizin mətbəxin şefi kimdir və hansı şirkətlə artıq bu mətbəxi yığasınız. Çünki oranın həmən şirkətin texnoloqu ilə şef birlikdə otururlar və oranın layihəsini həyata keçirirlər, cızırlar. Sonra gəldik avadanlığın seçilməyində. Məsələn, bizdə remonta küllü miqdarda pul xərclənir. Amma sonda mətbəxə gələndə artıq sahibkar biraz ekonomiya eləməyə düşünür. Mənim fikrimcə çox yanlış fikirdir. Çünki restoranın gəlir mənbəyi olan yer mətbəxdir. Mətbəx nə qədər komfortlu, nə qədər müasir avadanlıqlar olarsa və oradakı işçilər üçün nə qədər komfort yaradılarsa, bir o qədər keyfiyyətli yemək, keyfiyyətli məhsullar ortaya çıxır. Və onun üçün çox keyfiyyətli və müasir avadanlıqlar var. Ola bilsin, mətbəx üçün yer ayıra bilmirsiniz. Əgər balaca edirsinizsə də, heç olmasa ora daha müasir, daha keyfiyyətli avadanlıqlar almaq lazımdır. Baxın, edilən səhvlərdən biri də obyekt açılarkən mətbəxi sona saxlamaqdır. Və bunu sahibkarlar bilməlidirlər ki, restoranın layihəsi artıq hər hansısa bir dizaynerlə danışırlar. Başlayarkən paralel olaraq artıq mətbəxin də layihəsi hazırlanmalıdır. Yəni bəlli eləməlidirlər ki, hansı firma ilə çalışırlar, şefləri kimdir və mətbəxi çox zaman yanlış edirlər, dizayner tərəfindən çəkdirirlər və sonradan böyük problemlər olur. Bu problemlər əlbəttə ki, sonra sahibkara, yəni maddi ziyan olur. Çünki artıq biz ora gedərkən elektrik naqillərinin gücü, nə qədər kilovat lazımdır, hansı avadanlıq harda duracaq, onların yerləri səhv olur. Onun üçün də ilk öncə paralel olaraq dizaynerlə bərabər mətbəxi də artıq professional mətbəx avadanlıqları şirkətlərinin biri ilə, hansı ki artıq qərar veriblər ki, bu şirkətlə çalışacaqlar, onlar tərəfindən texnoloq və şef-pover tərəfindən layihə ayrıca çəkilməlidir. Əgər sizə də peşəkar mətbəxlə bağlı məsləhət lazımdırsa, bizə Profetek şirkətinə müraciət edin.